Bismillahirrahmanirrahim. Hər bir insan, xüsusən də hər bir müsəlman günahdan uzaq olmalıdır. Günah etməməlidir. Əli əleyhissalam günahdan uzaq olmaq barəsində buyurmuşdur. İtaətsizlikdən uzaq olun, uzaq olun. Allaha and olsun. O, günahları elə gizlədib ki, sanki onları bağışlayıb. Buna görə də indiki möhlət verib və günahların üstünü örtüb. Onun, yəni Allahın qəzəbindən qorxub çəkinmək vacibdir. Gərək günah etməyib keçənlərə görə peşman olaraq tövbə edəsiniz. Çünki Allahın həlimlik və səbri çox olduğu kimi cəzalandırma və əzabı da ağırdır. Allah özü hər birimizə kömək olsun.